Pikap alanda nəyə diqqət etməliyik? Bu avtomobil haqqında və bu avtomobil haqqında bilmədiyiniz nə varsa, hamısını bax bu verilişdə biləcəksiniz. Şəhər içində komfortu, yoxsa dağlarda dözümlü olanı seçək? Qarşınızda Dongfeng Nissan Z9 və Mitsubishi L200 5-ci nəsil. Tam yeni Dongfeng Z9 Heç belə yolsuzluqla getdiyimi hiss belə etmirəm. və hər kəsin tanıdığı L200 müqayisəsi Mitsubishi L200-ün içində özümü təhlükəsiz hiss edirəm. Marat Namazovun təqdimatında. Deməli, Dongfeng Azərbaycan məlumat verdi ki, bizə yeni bir pikap gəlib. Amma biz onu bildiyin ən layiqli avtomobilin qarşısına çıxartmaq istəyirik. Çünki biz düşünürük ki, bu avtomobil bizim üzümüzü ağ eləyəcək. Və dedim elə qış mövsümü gəlir. Bax, bu avtomobillərin tam vaxtıdır. Elə mənim üçün də ən layiqli avtomobil pikap aləmində 4-5 marka model varsa, onda biri Mitsubishi L200'dür. Amma bu avtomobil haqqında və bu avtomobil haqqında bilmədiyiniz nə varsa, hamısını bax bu verilişdə biləcəksiniz. İstər texniki detalları, istər sürüş testi, istər multifunksiyonallıq, istərsə də adını hələ az-az eşitdiyimiz, istehsalını hələ də araşdırdığımız, bax, Çin markası Dongfeng. Qarşınızda Dongfeng Nissan Z9 və Mitsubishi L200 5-ci nəsil. Mən Marat Namazov, Start-Stop verilişinin start düyməsini Xocəsəndə sıxıram. Z9-un at gücü 435, L200-də isə 181-dir. Z9-un mühərrikində fırlanmanı 240, L200-də isə 430-dur. Açıq yük həcmi 1338 kubmetr. Z9-da, L200-də isə 1095 kubmetrdir. Z9-un çəkisi 2240 kiloqram, 1925 kiloqram isə L200-dədir. Z9-un uzunluğu 5498 mm, eni 1950 mm, hündürlüğü isə 1904 mm-dir. L200-ün uzunluğu 5300 mm, eni 1815, hündürlüğü isə 1795 mm-dir. Z9 tam şarjla qarışıq rejimdə 1,3-1,9 litr yanacaq işlədir 100 kilometrə, L200 isə 8,5 litr yanacaq işlədir 100 kilometrə. Pikap deyiləndə Azərbaycanlıların ağlına gələn 4-5 avtomobil model marka var. Toyota Hilux, Nissan Navara, Volkswagen Amarok və Mitsubishi L200. Bax, bu 4 marka bu pikapların içində isə kral olaraq tanıdığımız, daşdöyən dediyimiz, illərlə idarələrdə, insanların evlərinin qarşısında, nə bilim, bizneslərdə çapılan, amma hələ də sürülən, bax, bu avtomobildir. Bugün bu avtomobili Dongfeng Z9-un qarşısına elə belə çıxartmamışam. Ən güclü rəqibi çıxartmışam onun qarşısına. 2015-ci ildə 5-ci nəsil, bu gördüyünüz nəsil istehsal edildi və 2018-19-cu ildə isə facelift olundu. Qarşınızda olan L200 avtomobili facelift olunmuş versiyadır. 2023-ün sonları, 2024-cü ildə isə istehsal olundu 6-cı nəsil L200. Amma bu L200 hal-hazırda ən çox satılan və alınan modeldir, 5-ci nəsildir. Məsələ orasındadır ki,
bu avtomobil nə multifunksiyonallığı ilə, nə də hər hansısa bir gözəlliyi ilə sevilməyib. Bayaq sadaladığım nüanslara görə sevilib. Amma bir şey də var. Hər kəsə bax bu tip pikap lazımdırmı yoxsa yox? Nəzərə alsaq ki, bu avtomobillər yolsuzluqda sürülür. Bəli, o zaman əla. Amma şəhər şəraitində bu avtomobil özünü necə göstərər? Yəni qarışıq rejimlərdə, şəhər və yolsuzluq rejimlərində bu avtomobilin özünü necə göstərər? Bu günləri hamısını incələyəcəyik. Aşağı-yuxarı qiymətləri eynidir. 2022-ci il istehsaldır bu avtomobil. 2023-də, 2022-də təxminən qiymətlər eynidir. 50-60 min manat aralığındadır. Və məsələ orasındadır ki, eyni qiymətə biz Dongfeng Z9-u təklif edir. Və onu da incələyəndə görəcəyik ki, bunların arasında fərqlər nədədir? Niyə belə çıxışımı böyük götürdüm? Ona görə ki, bu avtomobilin eksteryeri haqqında danışacaq nə qeyri-adi bir funksionallığı yoxdur, nə də ki, hər hansısa bir mühəndislik arxitekturası, dizaynı yoxdur bunun üzərində qeyri-adi. Yəni, yaxın və uzaq vuran fənərlər, qəza işıqları, duman fənəri və aqressiv pikapa layiq bir görüntü. Və buradakı metal işləmələr güzgülərdə də eyni qaydada öz əksini tapır. Disklərin də rəngi və qəşəng, sərt, aqressiv, dözümlü bir pləkan var burada. Qapı tutacaqları, yəni bildiyiniz səsə baxaq. L200. Geniş bir bagaj və hop, baxın. Yəni komfort düşünülməyib bu avtomobildə, amma kifayət qədər də geniş bir bagaja sahibdir. Bu avtomobilləri harada çəkək deyəndə rejissorumuz dedi ki, gəlin Biləcərdə çəkək. Dedim, niyə? Kimdir bunu Biləcərdə çəkən? Dedi, əgər bu avtomobilə Biləcərinin yollarına dözəcəksə, deməli testdən keçir. Mən də deyirəm ki, yox da, bu avtomobillər şəhər içində sürülmür. Deyir, yox, əksinə, sürülməlidir. Ona görə ki, biz həyət evində qalırıq və bizdən tonla zibil çıxır. Həmin zibilləri mütləq mən sedana yerləşdirə bilmirəm. Cipin salonuna qoymaq olmur. Mütləq pikapın arxasına qoymaq lazımdır. Ona görə də əslində mənim də ağlıma batdı da. 5 nəfərlik var, off-roaddır və istədiyin hər şeyi də bu avtomobildə daşıya bilirsənsə, niyə də sən sürəsən SUV, amma sürməyəsən pikap? Ağıllı fikirdir. Düşünürəm ki, növbəti pikap çəkilişləri olsa, Biləcəriyə sala bilərik. Deyilənə görə yolları bərbad vəziyyətdədir. Belə. Və ənənəvi Mitsubishi L200-ün stikeri həqiqətən də belə gözəl görsənir. Mən istəyirəm ki, vaxtınızı çox almadan keçək interyerə və burada nə belə deyim də açarsız daxil olma var, nə bir şey var, heç nə yoxdur. Pultla, açarla, sadə, bax, belə bir şeydir. Və bu avtomobili bizə Canub Avto təqdim eləyib. Onlara da təşəkkürümüzü bildiririk. Patandart avtomobil bazarında yerləşir salonları. Bundan orada hardasa bir 5 dənə gördüm. 5 ədəd var idi. Ən sonuncu il 2022 idi, onu götürdüm ki, 5-ci nəslin son versiyasını sizə təqdim eləyim. Facelift olunmuş versiyasını təqdim eləyim və qiyməti də yaxın gəlsin Dongfengə. Keçək interyerə. Bax, bu eynək qabıdır. Mən başa düşə bilmirəm. Mənim avtomobilimdə də Yapon avtomobilidir. Bax, bu eynək qabının qapağı bağlanmır. Bunda da. Bu ümumiyyətlə mi bağlanmır? Əslində bağlanmalıdır, amma orada nəsə var ki, o bağlanmır. Bax, məndə də eynəndir. Bax, bu Yapon avtomobillərində nə məsələdirsə, birinci xarab olan detal bax bu olur.
Deməli belə, bu avtomobildə sizə danışacağım çox az şeylər var. Deyəcəksiniz ki, niyə hibrid avtomobillə, yəni plug-in hibrid avtomobillə birincisi dizel mühərriki müqayisə edirsən. Sonra deyəcəksiniz ki, niyə mexaniki sürətlər qutusunu ilə avtomat sürətlər qutusunu müqayisə edirsən. Niyedir müqayisəm? Bu avtomobili incələməmişdən öncə dediyim məsələ. Bu avtomobil sizin üçün pikdir. Mən isə Dongfeng'in qarşısına yalnız və yalnız əjdaha çıxarda bilərdim. Ona görə də siz nəyi bəyənirsinizsə L200-də həmən komplektasiyanı gətirmişəm. 6 pilləli mexaniki sürətlər qutusu, 2.4 dizel mühərrik, Dodge mühərrik və burada sükan multisükan sayılır. Yəni komplektasiyada belə qeyd olunub, amma buradan nə isə idarə etmək, multimediyadan başqa demək olar ki, heç nə idarə etmək olmur. Sağ düymə ümumiyyətlə hissə boşdur. Burada isə multimediyanı idarə edə bilirsiniz. 6 pilləli mexaniki sürətlər qutusunun başlığı, ələyləci, əsas məsələlərdən biri. Deməli, bizdə bizim razatkamız 2H, 4H və 4L. Sürəndə bunları bir-bir izah edəcəm. Hansı rejimlərdə necə istifadə etmək lazımdır. Burada bizim balaca bir nənəmizin sandığı var. O dərindir ya. Balaca görsənir, amma dərindir. Yox, yaxşıdır. Burada bax, mən bu hissəni çox sevirəm. Burada bu xırda əşyalarınızı rahatlıqla həmişə əlinizin altında saxlaya bilirsiniz. Bank kartıdır, puldur və ya digər açar falan hər şey. Monitor, yəni sonradan qoyulan monitordur. Çünki multimediyadan mən belə anladım ki, monitor sonradan qoyulub. Yəni, belə. Monitor haqqında çox danışmaq istəmirəm ki, nə də danışım. Burada kondisioner sistemidir. Vəssalam. Başqa avtomobilimizdə başqa ikinci bir şeyimiz yoxdur. Və burada kifayət qədər geniş cibi var. 4 şüşə qızdırıcımız var. Əl məsafəsindədir və mərkəzi qapanma öz yerindədir. Keçə indi mənim ayağımın istiqamətindədir, çünki sürüb gətirmişəm bu avtomobili. Burada bizim nəyimiz var? ESP söndürmək olur. Bir də yanacaq çəninin düyməsi var burada. Sağ-sol güzgülərin deməli burada tənzimlənməsi var. Qatlanması da yoxdur. Vəssalam. Bir də sükanımızı belə manual formada tənzimləyə bilirsiniz. Önə gəlmir, ancaq aşağı və yuxarı. Bu şəkildə tənzimləyə bilərsiniz. Vəssalam. Analog alətlər paneli bitdi. Keçək arxasına görək nə qədər rahatdır L200 pikapın arxasında oturmaq. Genişdir. Burada deməli qəşəng işıqlar, kondisioner sistemi buradadır. Burada da kondisioneri, havalandırmanı, kondisioneri rahat şəkildə idarə edə bilərsiniz. Çox rahatdır. Düymələri də var burada. İşıqlar da həmçinin. Yəni burada kondisioner sistemin olması əla, super həqiqətən də. Orta paneldə qoltuq altlığımız yoxdur. Burada yalnız və yalnız pəncərələrin endirilməsi var və qaldırılması. Balaca cibimiz var. USB portumuz və yaxud da 12 voltluq giriş çıxışımız, heç nəyimiz yoxdur burada. Ortada əyləşmək olarmı? Olar əslində. Ortada da əyləşmək olar. Rahat da əslində L200 pikapın arxasında rahatlıqla səyahət edə bilərsiniz. Sürüş test edəndə də baxacam görüm ki, nə qədər komfortludur. 100% Start Stop YouTube kanalında və hal-hazırda ekranın o biri başında əyləşən tamaşaçılar düşünürlər ki, L200-ün qarşısına çıxa biləcək avtomobil var idisə da, o da Nissan Navara idi. Və ya, nə bilim, digər markalar, modellər idi. Mən sizin qarşınıza elə Nissan gətirmişəm. Amma Dongfeng adında. Niyə? Deməli, 1993-cü ildə Zhengzhou Nissan avtomobil şirkəti yaranır, ZNA. Və bu şirkət Nissan və Dongfeng'in rama üzərində, yəni karkaslı avtomobil istehsalına başlayırlar. Bu avtomobil də həmən zavodun yetirməsidir. Yəni, Nissan istehsalı Dongfeng'dən gedir söhbət.
Zhengzhou avtomobil, Nissan avtomobil şirkətinin hətta birinci hərfi, yəni Z hərfini burada görə bilərsiniz. Bu Z hərfi sizə həmən zavodun baş hərfini xatırladır. Və bu avtomobil elə Nissan istehsalıdır. Sadəcə olaraq o şirkət, zavod Nissan və Dongfenglə müştərək çalışır. Və bu avtomobillərin artıq, bax bu gördüyünüz modelin Nissan versiyası da istehsal olunacaq. 2026-cı illə planlaşdırılır. Bax bu platformada Nissan avtomobilinin istehsalı. Sadəcə olaraq bu platforma üzərindən ilk təqdim olunan Dongfengdir. Keçək eksteryerin incələməsinə. Gördüyünüz Z şəklində gündüz fənərləri və sağollaşanda və avtomobil işə düşəndə bax bu yanan bütün radiator barmaqlıqlarının üstünü örtən gündüz fənəri çox gözəl görüntü verir və iri qabaritli radiator barmaqlıqları ümumi Z9-un görüntüsünü həqiqətən də gözəl eləyir. Burada 540 dərəcəli kameranın biri yer alıb. Avtomobilin bamper hissəsi çox gözəldir və iki rəngin qarışmasıdır da bu. Həqiqətən də gözəl görsənir rənglərin bir-biri ilə uyumu. Avtomobilin iki nəhəng elə böyük qapısı var, çünki salon həqiqətən də böyükdür. İstər pilləkənin üstü, istərsə də qapının bax bu hissəsi dizayn bir-birini tamamlayır. Diskinin dizaynını bəyənmədim. Daha belə futuristik bir şey gözləyirdim. Açarsız daxil olma. Okay, let's go. Qapı kifayət qədər ağırdır. Öyrəşdiyimiz o ənənəvi Çin avtomobillərinin ağırlığında deyil. Həm ölçüsü böyükdür, ona görə də çəkisi də ağırdır. Burada AC və DC çıxışlarımız var. Buradan rahatlıqla şarj edə bilərsiniz. Avtomobil plug-in hibriddir və təsəvvür edin ki, dolu şarjla 1,7, 1,9 litr 92 yanacağı işlədir. Niyə 92? Niyə 1,5 turbo mühərrik, amma 92 onu da izah eləyəcəm. Usta nə deyir rubrikasında. Keçək avtomobilin arxa görüntüsünə. Deməli, Z9-un arxasında burada sağ-sol stoplarda da Z hərfini görə bilirsiniz. Bundan əlavə isə bax bu detal ki var, ZNA. Yəni eynən avtomobili incələməmişdən öncə dediyim Zhengzhou Nissan avtomobil. Yəni zavodun həmin o adının baş hərfləri də avtomobilin arxasında yerləşdirilib. Bu avtomobil Nissan istehsalıdır və bizim üçün bu avtomobil, bu pikap artıq sual işarəsi deyil. Çünki biz bu markanı çoxdan tanıyırıq. Və arxa stop işıqlarının bax bu şəkildə çox gözəl görsənir. Tam LED fənərlərdir və L200-ün bagaj açılmasını göstərmişdim sizə. İndi isə Z9-un bagaj açılmasına baxın. Vəssalam. Çox rahat açılır bagajı. Komfort öz sözünü deyir. Geniş bir bagaj var burada və burada hətta belə bir yer var. Əşyalarınızı da qoya bilərsiniz. Alətləri, daimi avtomobildə saxlamaq istədiyiniz alətləri də qoya bilərsiniz. Burada da var belə bir hissə. Buna baxaq nədir? Aha, elektrik naqillərini rahatlıqla işlədə bilərsiniz. İstər çöllükdə, istər belə deyim də, sizə təcili lazım olan hansısa bir şarja qoyacağınız
alətlər ola bilər. Rahatlıqla 220 volt və 220 volt. Super. 3,5 kW-dan 2,2 kW. Çox gözəl. Bax, bu da həqiqətən də gözəl bir özəllikdir. Ələxüsusda pikap üçün. Keçək avtomobilin geniş izah edəcəyim interyer hissəsinə. Belə maraqlı və yüngül bir açarı var. Heç pikap açarına oxşamır. Demək olar ki, burada simsiz şarj hissəsi var. Rahatlıqla telefonlarınızı şarj edə bilərsiniz. Bu hissəni izah edim. 4DHD sürətlər qutusunun başlığı və burada əl eləciniz var, avto hold var və bu razdatka hissəsi eynən L200-də göstərdiyim 2H, 4H və 4L. Bunları da sürüşdə izah edəcəm. Bu hissədə yalnız və yalnız havalandırma hissəsinin düymələridir, başqa heç bir şey yoxdur. Burada geniş bir dirsək altlığımız var. Buradan bir 3 dənə qızı ərə verə bilərsən mənə bu sandıqla. Çox rahat. Qapı tutacaqları, qapı açanlar çox belə turistik bir dizayna sahibdir. Çox rahatdır əslində. Çox rahatdır. 4 şüşə qaldırıcı mərkəzi qapanma. Vəssalam. Və səs sistemi belə metallik işləmələrləndir. Sanki metaldır. Bəlkə də metaldır. Metala oxşuyur. Okey. Və tam multi-sükan. Bax, mən bunun multi-sükanını görüb necə deyə bilərəm ki, L200 də multi-sükandır? Yəni, söz deyərlər də adama. Burada Dongfeng logosunu görmürəm. Burada Z hərfi görürəm. Bu da yenə də Zhengzhou Nissan avtomobil zavodunun düşünürəm ki, aviaturanın ilk hərfidir. Çünki öndə olan logo tamam başqadır. Burada olan logo tamam başqadır. Orada Dongfeng logosu. Burada isə Z-dir. Və burada biz zolaq tanımanı idarə edə bilirik, kameranı idarə edə bilirik. Deməli, avtomobilin qalxıb enməsini idarə edə bilirik. Multimediyanı idarə edə bilirik, telefonu idarə edə bilirik və alətlər paneli ilə funksiyaları dəyişə bilirik. Mən istəyirəm avtomobili işə salım və monitorda olan bir çox sürücülərə lazım olan detalları göstərim. Alətlər paneli də, monitor da hamısı rəqəmsaldır təbii olaraq. Və burada əsas rejimlər. Pəncərələr bir düymə ilə qalxır və enir. Tam endirə bilərsiniz və bütün bağlaya bilərsiniz bir düymə ilə və ventilyasiya. Ventilyasiya nədir? Siz ventilyasiyaya toxunaraq 4 pəncərənin 4-ündə çox qısa şəkildə bir balaca aça bilirsiniz ki, içəridə siqaret çəkilir və ya hər hansısa pis qoxu falan və ümumiyyətlə siz avtomobilin içinin havalandırılmasını təmin etmək lazımdırsa, adından da göründüyü kimi ventilyasiya və rahatlıqla qaldırıb, sonra da hər birini endirib, sonra hər birini qaldıra bilərsiniz. Daha sonra burada lyuk hissəsi var. Lyuk çox yaxşı, çox rahat şəkildə idarə olunur. Mən çox bəyəndim bunu. Məsələn, tutam siz yarıya qədər lyuku açmaq istəyirsinizsə, buradan gətirdiniz 50%. Burada lyukun altındakı o kozirokla eyni vəziyyətdə, yəni o açılır eyni formada. Bu isə cəmi 50%. Və indi mən tam olaraq lyuku açmaq istəyirəm, əla. İndi isə lyuku bağlamaq istəyirəm. Amma bax, bu cür panoramik dam görmək istəyirəmsə, okey, kaziroku bağlamırıq və eyni formada da burada da, məsələn, yarıya qədər kaziroku bağlamaq istəyirik. 50%, əssalam, bağlanıb yanacaq. Gözəl. Daha sonra isə əsas məsələ. Deməli, avtomobilimiz plug-in hibriddir. Burada siz nə edə bilirsiniz? Avtomobil işə düşdü. Hibrid sistemi ilə idarə edə bilərsiniz. Elektromobil kimi idarə edə bilərsiniz. Və ümumiyyətlə daxili yanma mühərriki qoşularaq idarə oluna bilər və qış rejimi, yəni qar rejiminə keçirə bilərsiniz. Burada deməli enerjinin
baxın buradan niski, sredni, visoki, yəni aşağı, orta və yüksək səviyyədə enerjinin dövr etməsi, bu avtomatik olaraq hibrid və plug-in hibrid elektromobil sürənlər bunu bilirlər. Tormuz bir balaca əyləc, yəni zəifləyir və bərkir və yumuşalır bu hissələr. Yəni bu tam olaraq enerjinin dövriyyəsinə təsir edən bir rejimdir. Daha sonra sükanın rejimi var burada. Standart, komfort və sport. Təbii ki, sport olanda ağır olacaq. Mən hər zaman bu funksiyası olan avtomobilləri sportda sürürəm, çünki belə daha rahatdır. Komfortda isə çox yumuşaq. Yəni bunu şəhər şəraitində komforta qoya bilərsiniz. Avtomobilin idarə edilməsində burada var bizdə deməli işıqlarını demək olar idarə edə bilirsiniz burada. Nastroyka bayaq göstərdiyimiz kimi, yəni sürüş rejimlərini dəyişə bilirsiniz burada. Eyni qaydada sensorları qoşa bilərsiniz. Yəni belə deyim də, toqquşma əleyhinə olan sensorlar, zolaq tanıma sensorları, hər birini buradan qoşub idarə edə bilərsiniz. Deməli, gələk multimedia hissəsinə. Burada kondisioneri idarə etmək olur, zənglərə cavab vermək olur, kameranı qoşa bilirsiniz. 540 dərəcəli kameramız var. Arxa kamerası, hətta bagajın da kamerası var burada. Sağ, sol və ön və yuxarıdan bu 540 dərəcəli artıq hər avtomobildə olmayan bir özəllikdir. Multimedia özəlliyi, amma burada təəssüflər olsun ki, Apple CarPlay görmədim, amma onun alternativi olaraq Carbit var. Carbit Link proqramını telefonunuza yazırsınız, burada görürsünüz QR kod. İstər Androidlər üçün, istər iOS-lar üçün Apple CarPlay funksiyasını oynayır burada. Oturacaqların ventilyasiyası, oturacaqların isidilməsi, sağ-sol oturacaqların masaj və burada oturacaqların hər birinin idarə etməsi düymə ilədir. Heç nə burada manual deyil. Bu avtomobilin multifunksiyonallığından danışsam, gərək mən ən azı 3 saatımı ayıram bu avtomobil üçün. Ona görə də çox uzatmaq istəmirəm. Burada çipimiz var, geniş. Bax, Çin avtomobillərində bu Changan A07-də də bax, belə bir dizayn idi. Çox xoşuma gəlmişdi, çünki burada əməli başda yer qazanırsan. Burada 101 çıxış da var. 2 101 çıxış burada var. Vəssalam. Düşünürəm ki, bir əzdə qalsam avtomobilin içində verilişin vaxtını 2 saat uzatmalı olacaq. Ona görə də mən ayağıma uyğun tənzimləyirəm avtomobili. Vəssalam. Aha, mənə uyğundur. Keçək görək Z9-un, Dongfeng'in arxa salonunda səyahət etmək nə qədər rahatdır. Orta paneldə ona görə oturdum ki, burada orta paneldə oturmaq L200-dən daha rahatdır. Çünki ənənəvi olaraq Çin avtomobillərinin heç biri tuneldən istifadə etmirlər avtomobillərində. Və bu çox gözəldir. Bu tam olaraq 3 nəfərin eyni haqla avtomobilin arxa salonunda səyahət etməsi deməkdir. Yəni, üçünün də haqqı birdir. Deməli belə, burada bizim kondisioner 4 çıxışlı klimat kontrolun 2 çıxışı var və burada USB çıxış, Type-C çıxış və bir şüşə qaldıran və burada da yoxdur dirsəyatlığımız, pick-up olduğuna görədir yəqin ki. Və uşaqların kreslolarını qoymaq üçün hissə də var burada və diz məsafəsini isə görürsünüz. Çox geniş bir diz məsafəsi var, açılan panoramik dam var ki, darıxmırsan, istəyəndə göyə baxırsan, istəyəndə belə baxıb ulduzlara nəyisə xəyal eləyirsən. Çox gözəldir. Mən ümumiyyətlə səmanı çox sevdiyimə görə avtomobillərdə lüku çox sevirəm. Burada da bir pick-upda panoramik lük və bütün damın açılması həqiqətən də avtomobildə darıxmamağa səbəb yaradır arxa oturacaqda əsasən də. Bu iki avtomobil haqqında məlumat toplayanda başa düşdüm ki, L200 haqqında sizə o qədər də geniş bir məlumat lazım deyil. Sadə 4 silindirli 2.4 turbo şarjlı interkullerdən ibarət bir
daxili yanma mühərriki var. DOS mühərrikdir və əsas problemlərindən biri forsunka. Burada siz yaxşı yanacaqdan istifadə edərək bu problemin qarşısını ala bilərsiniz və ya çox keyfiyyətli yanacaq qatqılarından istifadə edərək mühərriki uzun ömürlü edə bilərsiniz. Mühərrikdə demək olar ki, problem yaranmır. YGR sistemində problem ola bilər. Bu da təbiidir ki, yanacaqdan asılı olaraq, amma dövrü təmizlənməsinə də ehtiyac var. Turbonu qorumaq üçün isə mütləq və mütləq 530 qatılığında Asiya C3 standartında mühərrik yağı istifadə etməlisiniz. Çünki avtomobil həm də sajvi filtr, yəni DP filtri ilə təchiz edilib. Tutuldusa, qara tüstü, avtomobildə boğulma, nə desəniz baş verir. Hətta mühərrik dağılmasına qədər də gətirib çıxarda bilər. Askı sistemi isə çox dözümlü və demək olar ki, dağılmaz bir sistemdir L200-də. Amma məsələ nədir? Komfort cəhətdən L200-dən komfort gözləməyin. Askı sistemi çox sərtdir, amma nəticə etibarilə dözümlüdür. Sürətlər qutusu isə 6 pilləli mexaniki sürətlər qutusudur. Vaxtında yağını dəyişsəniz, demək olar ki, avtomobil canını verəcək, amma sürətlər qutusu olduğu kimi qalacaq. Sadəcə olaraq çox dağ rejimində istifadə etsəniz, yəni 4x4 rejimində istifadə etsəniz, 4L rejimində istifadə etsəniz, transmisiyanın və askı sisteminin də elə mühərrikin də ömrünü azaltmış olacaqsınız. Çalışın, çox da yükləməyin və çox da dağlara çıxmayın. Ona görə də düşünürəm ki, şəhər və kənd həyatını birlikdə yaşamaq istəyənlər üçün isə Dongfeng Nissan Z9 var. Bunun da niyə Nissan olduğunu sizə izah elədim. 1.5 turbo mühərrikdir, 92 tələblidir. Niyə 92 tələblidir? Ona görə ki, Atkinson dövrü mühərrik sistemidir. Və bundan əlavə isə 1.5 litr həcmində olan turbo mühərrik 435 at gücü hasil edir və bu da avtomobilin gücündən xəbər verir. Sürətlər qutusu isə 4DH-dədir, yəni 4 pilləli hibrid mühərriklər üçün olan xüsusi hazırlanmış transmisiya. Bu transmisiyadan istifadə edir BYD, Geely, Changan və bir çox avtomobil markaları. Hal-hazırda günümüzdə praktik sürətlər qutusudur və dözümlü sürətlər qutusudur deyə bilərik. Sadəcə olaraq təyinatı üzrə yağdan istifadə edin. Askı sistemi haqqında isə demək olar ki, ətraflı məlumat toplaya bilmədim. Çox təəssüflər olsun ki, ona görə də bu avtomobilin Z9-un askı sistemi barəsində sizə heç nə deyə bilmərəm, yəni texniki cəhətdən. Amma komforta qalanda, yumuşaqlığına qalanda təbii ki, Dongfeng daha yumuşaq və daha komfortludur dağ yollarında. Belə, bu avtomobillərin texniki göstəriciləri və necə qulluq olunması haqqında isə qısa məlumat verdim. Keçək sürüş testinə. Deməli, gətirmişik Dongfeng Z9-u dağlara ki, yoxlayaq görək, bunu da asfaltda niyə sürüm də mən? Yoxlayaq görək, bu yollarda özünü necə aparacaq? Mən əminəm ki, yaxşı aparacaq. Amma mənə bunun komfort tərəfdə maraqlıdır. Çünki biz bilirik ki, L200 çox sərt bir avtomobildir və sıfır komforta sahibdir. İzolyasiya, səssizlik, möhkəmlik, dözümlük, okey, yerində. Bəs komfort? Çünki bugün hamı komfort axtarır. Və ona görə də yoxlayaq görək, bax, bu komfort, askı sistemi Dongfengdə özünü necə göstərəcək və ümumiyyətlə gücü nə yerdədir bu avtomobilin. Mən burada sürüş rejimlərindən hibridlə gedək. Okay. Və burada bizdə nə göstərir? Deməli, 2H, 4H və 4L. 2H yalnız və yalnız arxa körpünün istifadəsi ilə bağlıdır. Yəni, yalnız arxa təkərlər çəkir. 4H, 4 təkərlərin 4-ü də çəkir. Adətən bunu palçıqlı yolda, qarlı yolda istifadə edə bilərsiniz. 4L isə ən belə deyim də güclü versiyasıdır. 4 təkərlərin 4-ü də çalışır. Amma bu zaman siz maksimum yüksəkliyə qalxmaq üçün bunu istifadə edə bilərsiniz. Hələlik o qədər də böyük bir yolsuzluq şəraitimiz yoxdur hal-hazırda getdiyimiz yolda. Ona görə də 2H ilə davam edək. Əgər hər hansısa bir çətinliyimiz olarsa, wow, maşın necə belə rahat şəkildə gedir. Heç belə yolsuzluqla getdiyimi hiss belə etmirəm. Bu avtomobildə mən
əyləcləmə, yerindən sürətlənmə falan, dairə falan yoxlamayacağam. Bu avtomobildə mən yolsuzluq yoxlayacağam. İndi qarşımda bir balaca bir rahat, gözəl, çox yüngül bir formada keçdi. Burada indi bir yüngül yolsuzluqlar var. İndi biraz daha dərin oldu. Baxaq burada. Demək olar ki, mən heç nə hiss etmirəm. Məncə operator da məndən razıdır. Çünki ümumiyyətlə yırğalanmır kameramız. Avtomobil çox belə nəhəng və iri qabaritlidir. Salon çox gözəldir. Yəni burada heç müqayisəyə gəlməz salon əslində. Amma komfort idealdır. Yəni mən ümumiyyətlə yolsuzluqda olduğumu hiss etmirəm. Amma bu avtomobili mən tez-tez səyahət edən, ailəvi tez-tez rayon səyahətlərinə gedən, piknikə gedən, bax o gənc müasir ailələr var, onlar üçün daha çox tövsiyə edərdim bu avtomobili. Çox gözəl, çox yumuşaqdır. Yəni o ailədə heç kim inciməyəcək bu avtomobillə yolsuzluqda səyahət etsəniz. Yəni çox gözəldir həqiqətən də. Bu dəqiqə hal-hazırda dərin bir çalanın içindən keçirəm, dərin bir yarğanın. Çox belə komfortlu bir formada keçir avtomobil üzərindən. Bu avtomobili Azərbaycanda yolsuzluqda ilk mən sürdüm deyə bilərəm. Amma ümumilikdə Dongfeng və Nissan bu avtomobili 2 milyon kilometr müxtəlif hava şəraitlərində və müxtəlif yol rejimlərində test ediblər və testdən 100%lik nəticə ilə çıxıb. Mən ümumiyyətlə yolsuzluqda avtomobil idarə etdiyimi hiss eləmirəm. Məsələ ondan ibarətdir. Yəni mən bundan sonra L200-ü də test edəcəm. Görək eyni yumuşaqlığı, eyni komfortu, eyni rahatlığı verməyəcək zaten, amma neçə faiz fərq olacaq? Amma məsələ odur. Rahat və komfortlu səyahət istəyirsinizsə və pikap almaq istəyirsinizsə, digər başqa bir pikapla bu avtomobilin arasında qalacaqsınızsa, heç soruşmadan, heç düşünmədən Z9. Yox, əgər sizə yalnız və yalnız dağlıq ərazidə, uzun yollarda işlə bağlı avtomobil lazımdırsa, təbii ki, siz L200 seçəcəksiniz. Amma təsəvvür edin, bir pikap sürürsünüz və yanacaq sərfiyyatı 1,3, 1,9 litrdir tam şarjla. Çünki bu plug-in hibriddir. Belə bir pikap məncə siz 5 il bundan öncə xəyal etmirdiniz. Və əsas məsələlərdən biri pikaplarda. Salon tamamilə səssizdir. Tamamilə səssizdir. Düşünürəm ki, biraz da qaz vermək istəyirəm avtomobilə sürətlə, yolsuzluqda. Hop, 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 qəşəng. Və super. Zəng edirsiniz, bax, hal-hazırda Ulduz 8999 nömrəsinə, Dongfengə və bu avtomobili mənim kimi test edirsiniz. Və bu avtomobilin komfortunu bəyənəcəyinizə sizə 100% əmin edirəm. İndi isə keçək Mitsubishi L200-ün, o canavarın, o dözümlü əjdahanın sürüş testinə. Mitsubishi L200-ün içində özümü belə çox təhlükəsiz hiss edirəm. Çünki bir, bu avtomobili tanıyıram. İki, bu avtomobildə sanki mənə belə o təhlükəsizlik, o Yapon avtomobillərinin insana veriyor təhlükəsizlik hissi var. Bax, bu avtomobildə də o hissi keçiriyor. Bu avtomobili bizə Canıb Avto təqdim edib, Patandortda avtomobil bazarında yerləşirlər. Nömrələrini və ünvanlarını görürsünüz hal-hazırda ekranlarımızda. Və Canıb Avtoda bu avtomobildən mən bugün gedib bu avtomobili götürəndə bir 4 dənəsini gördüm. Müxtəlif illərdə, məsələ 5-ci nəsil bu avtomobillər orada var, çoxdur. Hətta bundan əlavə digər markaların da pikapları
salonlarında var. Zəng edin, gedin, baxın, sürün, qiymətlə razılaşın və alın. Cənab Avtoda əsasən tam sağlam avtomobillər satılır. Başlayaq. Mexaniki sürətlər qutusu və L200-ün sürüş testi. Dizelin səsi, 2-4 tok mühərrik. Dizelin səsi və mənə sadəcə olaraq L200-ün komfortu maraqlıdır. Mən L200-ün gücünə çoxdan bələdəm. Mənə bu avtomobilin komfortu maraqlıdır. 6 pilləli sürətlər qutusu. Çox rahatdır sürətlər qutusu. Avtomobilin daxtqı qüvvəsi çox yüksəkdir və dizel olduğu üçün də təbii ki. Amma yanacaq sərfiyyatı məncə siz kameranın yırğalanmasından komfortu hiss edə bilərsiniz. Yüngül bir yarğandan keçirik. Görək L200 nə qədər komfortla keçəcək bunu. İndi isə yaxşı bir sürət vermək istəyirəm. Həmişə deyirəm, həqiqətən də sərt avtomobildir. Komfort deyilən bir şey bu avtomobildə yoxdur. İstər yolsuzluq şəraitində də yoxdur bu avtomobildə komfort. Elə bu şəraitdədir. Dağlıq şəraitdədir. Gündəlik sürmək üçün və ya səyahət eləmək üçün nəinki indi demək olar ki, heç vaxt L200 məsləhət görməmişəm. O zamanlarda başqa markalar məsləhət görürdüm. Məndən soruşanlara. Yəni, bu səyahət avtomobili deyil. Bu rahatlıqla dağlıq ərazilərdə məhz daima işləyən insanlar üçündür. Avtomobilin yüksək torku var, at gücü az olsa da, səhv etmirəmsə 154 at gücüdür. Amma daxtqı qüvvəsi çox güclüdür, çox dözümlüdür. Sürətlər qutusu demək olar ki, avtomobil bütün istismarı müddətində düzgün qulluq olunursa, demək olar ki, xarab olunur. Belə, düşünürəm ki, Mitsubishi L200-ün ümumiyyətlə sürüş testinə ehtiyacı yoxdur. Sizin üçün yeni deyil bu avtomobil və çox uzatmasaq daha yaxşı olar. Mən bu avtomobilləri sürüş testində yalnız və yalnız komfortu nəzərdə tutmuşdum. Komfort olaraq isə yenə də Dongfeng Z9. Bu avtomobilləri necə lazımdırsa incələdik. İstər dağlıq ərazilərdə sürdük, istərsə də texniki detallarını incələdik, istehsal proseslərindən danışdıq, nəsillərini müzakirə etdik və düşünürəm ki, artıq Nissan Dongfeng yoxsa Mitsubishi L200 sənə lazımdır yoxsa yox, tam olaraq bildin. Amma gəl mənim də məsləhətimə qulaq as. Əgər mən şəhər və dağ şəraitlərində sürmək istəyirəmsə pick-up, səyahət etmək istəyirəmsə, o zaman Dongfeng Z9. Yox, mən ancaq dağlıq ərazilərdə sürəcəmsə avtomobilimi, o zaman Mitsubishi L200. Beləliklə, mən Marat Namazov, Start Stop verilişinin
stop düyməsini sıxıram.